Hər kəsə salam, bugünkü təhlilimizə xoş gəlmisiniz. Bilirsiniz, hazırda Azərbaycanda olduqca möhtəşəm, qlobal bir diplomatik hadisə baş verir. Bəlkə də düşünürsünüz ki, bu sadəcə qapalı qapılar arxasında keçirilən növbəti sıxıcı bir konfransdır, amma qətiyyən elə deyil. Bugün biz həmin o nəhəng qlobal müzakirələrin necə birbaşa olaraq ölkənin ikinci böyük şəhəri olan Gəncənin küçələrini, parklarını və gündəlik yaşayış tərzini yenidən formalaşdıracağına baxacağıq. Yəni, qlobal planların yerli həyatımıza necə nüfuz etdiyini birlikdə kəşf edəcəyik. İnanın mənə, bu çox maraqlı olacaq. Bəs, Gəncədə şəhərsalma ilə bağlı əslində hansı hədəflər var? Sizi bilmirəm, amma biz tez-tez xəbərlərdə dayanıqlı inkişaf, urbanizasiya kimi böyük və pafoslu sözlər eşidirik. Əsas məsələ isə budur. Bu yüksək səviyyəli qlobal mövzular bizim maddi olaraq hiss edə biləcəyimiz həyat keyfiyyətimizi necə dəyişəcək? Elə bugünkü məqsədimiz də məhz bu bağlantını qurmaqdır. Gəlin məsələyə qlobal miqyasdan WUF13, yəni Qlobal Şəhərsalma Forumundan başlayaq. Bilməyənlər üçün deyim ki, WUF13 sadəcə sıradan bir tədbir deyil. Bu, dünyanın dörd bir yanından ən parlaq beyinləri, şəhərsalma mütəxəssislərini, ekoloqları və memarları bir araya gətirən çox nüfuzlu bir beynəlxalq platformadır. Onların əsas dərdi nədir, bilirsinizmi? Şəhərlərimizi necə daha yaşıl, daha təhlükəsiz və daha innovativ edə biləcəyimizi tapmaq. Yəni, hazırda dünyadakı ən son şəhərsalma trendləri məhz bu masalarda, Azərbaycanda müzakirə olunur. Məsələnin nə dərəcədə ciddi olduğunu anlamaq üçün millət vəkili Naqif Həmzəyevin bu fikrinə diqqət yetirək. O, bunun ölkəmiz üçün çox böyük bir diplomatik uğur olduğunu xüsusilə vurğulayır. Axı bu forum BMT-nin yeni şəhər gündəliyinin icrasının düz tən yarısına, orta nöqtəsinə təsadüf edir. Verilən qərarlar birbaşa BMT baş katibinin 2026-cı il hesabatına təsir edəcək. Bir sözlə, Azərbaycan hazırda mənzil siyasəti və dayanıqlı inkişaf üzrə qlobal müzakirələrin mütləq mərkəzindədir. Bu sadəcə iştirak etmək deyil, gələcəyi öz əllərinlə formalaşdırmaq deməkdir. Yaxşı, bəs bu qlobal müzakirələr Gəncə üçün hansı yeni hədəfləri müəyyən edir? Burada üç əsas məsələ, üç böyük sütun önə çıxır. Mənzil, infrastruktur və dayanıqlılıq. Ən vacib məqam odur ki, bunlar elə-belə WUF13-də səslənib havada qalan sözlər deyil. Naqif Həmzəyevin də qeyd etdiyi kimi, bu üç konsepsiya Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin gələcək urbanizasiya planlarına sözün əsl mənasında birbaşa tətbiq olunur. Gəncədəki hər bir yeni addım məhz bu qlobal standartlarla ölçüləcək. Bu məqamda gəlin həyatımıza ən çox təsir edəcək hissəyə, yaşıl infrastruktur və əlçatanlıq məsələsinə diqqət yetirək. Biz burada artıq tamamilə konkret, gözlə görülə bilən dəyişikliklərdən danışırıq. Təsəvvür edin, Gəncə çayında daimi suyun olması təmin edilir. Bu, doğrudan da əla xəbərdir. Çay boyunca yamyaşıl zolaqların salınması, parkların yenilənməsi və hər kəsin öz evinin yaxınlığında dincələ bilməsi üçün kiçik məhəllə meydançalarının yaradılması. Bunlar sadəcə şəhəri gözəlləşdirmək deyil, vətəndaşların birbaşa sağlamlığına və psixoloji rifahına qoyulan sərmayədir. Əlbəttə, yaşıl və gözəl məkanlarımız varsa, ora rahat çatmaq da lazımdır, elə deyilmi? Bu, WUF13-ün məşhur əlçatan şəhər konsepsiyasıdır. Gəncə bunu 4 sadə, amma güclü addımla həll edir. Piyadalar üçün geniş, rahat trotuarlar, təhlükəsiz velosiped yolları, şəhərdaxili ictimai nəqliyyatın sürətləndirilməsi və ən nəhayət, o bezdirici tıxac problemini yüngülləşdirmək üçün parklanma qaydalarının tənzimlənməsi. Bunların hamısı bir-birini tamamlayan vahid bir mexanizmdir. Amma gəlin reallığı unutmayaq. Əgər siz bir yerdən başqa yerə fasiləsiz, təhlükəsiz piyada gedə bilmirsinizsə, dünyanın ən gözəl parkı belə əlçatmaz olaraq qalır. Ona görə də infrastrukturda davamlılıq mütləqdir. Bu əlçatanlıq vizyonunu tamamlamaq üçün yeni piyada keçidlərinin və körpülərin tikilməsi şərtdir. Fasiləsiz hərəkət müasir şəhərin əsas qanunudur. Bütün bu yenilikləri edərkənsə çox həssas bir balans qorunmalıdır. Tarixi irs və müasirlik. Bəs Gəncə kimi qədim, ruhu olan bir şəhər öz kimliyini itirmədən necə müasirləşə bilər? Əslində bu mümkündür. Bir tərəfdən biz Cavad xan küçəsi kimi tarixi yerləri, o unikal qədim məhəllələri mütləq qorumalıyıq. Çünki bu, turizmin və mədəniyyətimizin ürəyədir. Amma digər tərəfdən qaçılmaz bir ehtiyac var. O köhnə Sovet binalarının modernləşdirilməsi. Söhbət təkcə fasadın rənglənməsindən getmir. Evlərin qışda isti olması üçün izolyasiya və ən əsası, əlil arabası istifadəçiləri üçün tam əlçatanlığın təmin edilməsindən gedir. Həm tarixə hörmət, həm də heç kəsi kənarda qoymayan müasir həyat. İdeal tarazlıq məhz budur. Və nihayət, şəhərsalmanın bəlkə də ən maraqlı tərəflərindən biri, ağıllı şəhər həlləri. Bilirəm, ağıllı şəhər sözünü eşidəndə çoxumuzun ağlına fantastik filmlərdəki uçan maşınlar və robotlar gəlir.
Amma reallıq daha sadə və daha faydalıdır. Söhbət gündəlik həyatı asanlaşdıran praktik həllərdən gedir. Məsələn, enerjiya qəmayət etmək üçün küçələrdə enerji səmərəli işıqlandırma sistemləri və ya ekologiyanı qorumaq üçün ağıllı tullantı idarə etməsi. Rəqəmsal dünyadan qopmamaq üçün isə parklarda və əsas küçələrdə ictimai Wi-Fi zonaları. Görürsünüz, bunlar heç də xəyal deyil, bugünkü Gəncə üçün tamamilə real və əlçatan hədəflərdir. Bütün onları nəzərə alaraq təhlilimizin sonunda mən sizdən soruşmaq istəyirəm. Bu qlobal təşəbbüslər sizin məhəllənizi, sizin o hər gün yaşadığınız gündəlik həyatınızı necə dəyişəcək? Azərbaycanda qapımızın ağzında keçirilən VUF 13 çərçivəsindəki o nəhəng beynəlxalq qərarlar artıq sənədlərdə qalmır. Onlar addımladığınız küçələrə, oturduğunuz parklara gəlib çıxır. Gələcəyin şəhəri elə məhz sizin pəncərənizin altından başlayır. Maraqlıdır sizcə, şəhəriniz bu təkamülə hazırdırmı? Ümid edirəm bu təhlil sizin üçün faydalı və düşündürücü oldu. Növbəti mövzularda görüşənədək.